Yay aylarında en sevdiğiniz soyuq salat hansıdır? Mən bu dəfə yeni resept öyrənib həvəslə işə qoyuldum. Yoldaşımın alıb gətirdiyi və mənim lobya çığırmasından başqa nə bişirəcəyimi bilmədiyim lobyalarım bu dəfə işimə yaradı. Reseptdə gördüyüm kimi lobyaları əvvəlcə də suda pörtüb, sonra qaba düzməyə başlayıram. Üzərinə isə öncədən rəndelədiyim pomidor sosunu, daha sonra isə rəndelədiyim sarımsağı əlavə edirəm. İlk dəfə hazırladığım üçün yanlışlar edə bilərəm. Sizlər doğru reseptini bilirsinizsə, rənglərdə mənimlə bölüşməyi unutmayın. Sonda isə üzərinə doğradığım reyhanı səpib və evdə hazırlanmış alma sirkəsindən 3-4 qaşıq əlavə edirəm. Daha sonra isə salatlar üçün nəzərdə tutulmuş zeytun yağını əlavə edib soyuq salatımı bir gün soyuducuda gözlədirəm. Düzü dadı xoşuma gələcəyini bu qədər gözləmirdim. Artıq yayda qızartmaları yanında tez-tez hazırlayıb nuş edəcəm. Siz də hazırlayın, sizdə mənimkindən də gözəl olacaq. İlk dəfə hazırladığım üçün yanlışlar edə bilərəm. Sizlər doğru reseptini bilirsinizsə, rənglərdə mənimlə bölüşməyi unutmayın.